Sonuncu sualda 2 tərəzi veriblər və açıq qablardan birinə 0,5 mol kalsium karbid əlavə ediblər. Kalsium karbid. Deməli, bu zaman alınacaqdır kalsium hidroksid və C2H2. Deməli, kalsium karbidin nisbi molekul kütləsi 40, üstəgəl 24, 64. Bizə 0,5 mol kalsium karbid veriblər. Yəni 64 1 mol üçündür. 0,5 mol kalsium karbid neçə eləyəcəkdir? 32. Yəni 1 qaba 32 qram kalsium karbid töküblər. İndi reaksiyamıza fikir verin. 1 mol kalsium karbiddən 1 mol asetilin qaz şəklində oradan ayrılacaqdır. Bizdə kütlədə azalma ayrılan qaza görə hesablanacaqdır. 1 mola 1 mol ayrılırsa 0,5 mol vermişlər axı. 0,5 mola isə C2H2 0,5 mol ayrılacaq. Bunun da kütləsi 26 qramdır. 26 nisbi molekul kütləsidir. Onu da böləcəyik. Daha doğrusu vuraq elə 0,5-ə. 26-ın 0,5-ə vuranda 13 qram. Deməli, 13 qram isə oradan ayrılıbdır. 19 qram həmin qabda artım baş verib. Bax, 64 1 mol üçün idi, yarım mol üçün 32-də tökdüm. Tökdüyüm anda 13 qram qaz ayrıldı. Deməli, ümumilikdə həmin qabın kütləsi 19 qram artmış oldu. Deyir ki, digər qaba neçə qram kalium hidrid əlavə edək? Kalium hidrid üzərinə su gələndə kalium hidroksid və hidrogen. Bax, əmsallar doğrudurmu? Əmsallar doğrudur. Kalium hidridin nisbi molekul kütləsi 40, hidrogen 2. Fikir verin, 40 qram əgər 1 mol töksək, 2 qram hidrogen ayrılacaqdır. Deməli, qabda nə qədər artım baş verəcək? 38. Amma bu bizə deyir ki, 19 qram artsın. Deməli, tənasüb quracaq. 40 olanda 38 artım baş verirsə, 19 artım olanda nə qədər kalium hidrid tökmüşük? Bu eləyir 20. B variantı.